İrana toya gəlmişik. Nəhayət toy günü gəldi çatdı. Kiçik videolar yığmışam, birlikdə toyu izləyəcəyik. Bura restoranın girişi və həyətidir. Zalın giriş qapısında bir tərəfdə qız evi, bir tərəfdə oğlan evinin qohumları dayanıb qonaqları qarşıladılar. Həyətdəki bu kiçik bağçada isə toydan öncə nikah mərasimi oldu. Bura həmin yerdə bəy gəlinin masasıdır. İran adətlərinə görə kiçik toy ritualları oldu. Məsələn, bəy gəlinin başının üstündə bu videoda gördüyünüz kimi şəkər əzdilər. Bir-birlərinə sözlər verdilər, nigahlarını dilə gətirdilər. Bura isə toy zalıdır. Bu güllü hissədə bəy gəlin oturmalı idi. Yanındakı masalarda isə yaxın qohumlar. Ana yeməklər saat 11-də gəldi. O vaxta qədər masalar təmiz saxlanıldı, amma bütün toy boyunca müəyyən servislər edildi. Bunları da göstərəcəm indi sizə. Bütün toy boyunca masaları bu vəziyyətdə təmiz saxladılar. Nə qoysan tez götürür, belə səliqəyə salırdılar. Kokteyllər, meyvələr, KFC tərzində toyuq və isti çay, kofe servis edildi. Bu proses saat 11-ə qədər davam elədi. Bəy gəlin zala daxil oldu. Öz möhtəşəm rəqslərini etdilər, qonaqlarla salamlaşdılar, bütün masaları gəzdilər. Bundan sonra zalın həyətində tort kəsmə mərasimi oldu. Bacılar belə bıçaq oynatdılar və sonsuz bitməyən diskoteka başladı. Maksimum çalışdım ki, qonaqların üzünün düşmədiyi bir video olsun. Ona görə belə kiçik bir şey alındı. Sadəcə istədim ki, İran toyu necə olur, bir təsəvvür olsun. Saat 11-də içəridəki böyük bir zalda açıq bufet açdılar. Hamı boşqablarını götürüb belə yeməklərdən özü üçün bir boşqab düzəltdi. Düzü o qədər oynamışdıq, yorulmuşduq. Əslində az yedik demək olmaz. Bu gördüyünüz boşqabı özüm üçün düzəltmişdim. Amma Azərbaycan toyları ilə müqayisə eləsək, az yedik. Bu paxlava şəkilli olan qazmaq idi. Bu kəllə paça idi, digəri isə dolma. İranın ən sevdiyim yeməyi fincan idi. Təbii ki, ondan götürdüm və belə bir boşqab düzəltdim özümə. Ümid edirəm ki, bəyəndiniz. Növbəti videolarda görüşənədək.